Almanı say ye, armudu soy ye. Ötən verişimizdə alman faydasından söz açmışdıq. Bu dəfə də armuddan danışacağıq. Əsas şəfalı meyvələrdən olan armud cana xeyli faydalıdır. Gəlin məhsul rubrikamızı izləyək. Görək armud hansı xəstəliklərə xeyirlidir? Yaxşımış olsun, mən gedim. Bitki çörəyi ye. Yox, gedirəm, mən xərqimə xidmət edirəm. Sən Allah bitkiyi. Deməyə də utanıram, mənimki armuddur. Mövsümi meyvələrdən olan armud sulu və şirin olması ilə seçilir. O lifli, həzmi asan və mineral baxımdan olduqca zəngin meyvədir. Azərbaycan hər zaman dadlı armudu ilə tanınır. Hələ o zamanlar Şah Süleyman Səfəvinin saray həkimi Məhəmməd Mömin yazırdı. Armudun əla növü Azərbaycanda yetişir. Armudun tərkibində A, B1, B2, B3, B6 və C vitaminləri var. Onu qidadan əvvəl yemək məsləhət görülür. Şirin armud susuzluğu yatırdır, həzm üçün əhəmiyyətlidir, qəbizlik vaxtı faydalıdır. Ürək ritminin pozulmasının və sidik kisəsi iltihabının qarşısını alır. Turş armudsa əksinə bağırsağı bərkidir, ödqovucudur, qızdırma zamanı xeyirlidir. Armudun tumları ilə yemək daha faydalıdır. Çünki armud tumu bağırsaq qurtlarının tökülməsinə kömək edir. 9 qram armud tumu kifayətdir. Armud az kalorili meyvədir. Bu o deməkdir ki, fəhri saxlayanlar bundan istifadə edə bilərlər. Ancaq çox lifli və minerallıdır. Armud hamilə qadınların qusmalarının qarşısını alır. Ürək narahatlığı olan şəxslərə armud yemək məsləhətdir. Çünki armud qidanı əvəz edir. Bu meyvənin faydası haqqında dini kitablarda, hədislərdə də söylənilir. Armud əsəbləri sakitləşdirir, böyrəkləri təmizləyir. Uşaqlara da armud yedirtmək xeyirlidir. Armudun yarpaqları da orqanizm üçün faydalıdır. Belə ki, armud yarpaqları ishalın qarşısını alır və yaraları sağaldır. Xalq təbabətində armud mürəbbəsi və bişmiş armud güclü öskürəklərdə, təngənəfəslikdə, ağciyər vərəmində geniş istifadə edilir.